Salamatınız xeyir olsun. Bəli, sizin vurguladığınız kimi ATV Xəbər komandası olaraq ikinci fəxri xiyabandan buraxılışımıza davam edirik. Bugün ölkəmizdə anım günü qeyd olunsa da bu həm də bir qürur günüdür. Bunu elə biz ikinci fəxri xiyabanda apardığımız müşahidə zamanı da şahid olduq. Təbii ki, birbaşa bağlantıda bizim qonağımız var. Qonağımız Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazovdur. Anar müəllim, hər vaxtınız xeyir olsun. Xoş gördük. Bugün həm anım gününü qeyd edirik, eyni zamanda bizim üçün bu həm də bir qürur günüdür. Bununla bağlı ilk olaraq təəssüratlarınızı öyrənmək istərdim. Salam, hər vaxtınız xeyir. İlk növbədə Allah bütün şəhidlərimizə rəhmət eləsin və qeyd eləmək istəyirəm ki, anım günü ilə əlaqədar olaraq ölkənin digər yerlərində olduğu kimi Müdafiə Nazirliyinin də rəhbər heyəti ilk növbədə Ulu Öndərin abidəsi məzarı olmaqla Zəfər abidə kompleksini və Şəhidlər Xiyabanını ziyarət etməkdədir. Bundan başqa Azərbaycan ordusunun hərbi qulluqçuları anım günü dövründə şəhid ailələrini və şəhidlərimizin məzarlarını ziyarət edirlər. Hərbi hissələrdə və hərbi müəssisələrdə anım günü ilə əlaqədar kompleks tədbirlər həyata keçirilir. Şəxsi heyətlə maarifləndirici tədbirlər həyata keçirilir. Anar müəllim, bugün biz ikinci fəxri xiyabanda, eyni zamanda ikinci şəhidlər xiyabanında adlandırıldığımız bu müqəddəs ərazidə abadlıq, bərpa, quruculuq işlərində şahid oluruq. Bununla bağlı da bizə informasiya verərdi zəhmət olmasa. Bəli, ilk növbədə bunu qeyd etmək lazımdır ki, şəhid ailələri və şəhidlərimizin əziz xatirəsi daima Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Başkomandanı cənab İlham Əliyevin və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqətindədir. Konstitusiya və suverenlik ili çərçivəsində Vətən müharibəsinin 5-ci ildönümü ərəfəsində Ali Başkomandanımızın göstərişinə uyğun olaraq ikinci fəxri xiyaban və ikinci şəhidlər xiyabanı kimi tanınan, ictimaiyyətdə tanınan ərazilərdə geniş miqyaslı yenidən qurma işləri həyata keçirilmişdir. Bu həyata keçirilən geniş miqyaslı bərpa, yenidən qurma işlərində onu da qeyd etmək lazımdır ki, şəhid ailələrinin təklifləri və onların istəkləri də nəzərə alınmışdır. Ərazidə ilk növbədə nəzərə alsaq ki, burada Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi, antiterror əməliyyatı, aprel döyüşləri və digər döyüşlərdə şəhid olmuş, helikopter qəzasında şəhid olmuş, dövlət tərəfindən xüsusi xidmətlərdə fərqlənən generallarımızın, zabitlərimizin və müxtəlif təltiflərlə təltif olunmuş şəxslərin, mülki şəxslərin uyuduğu bu ərazilərdə aparılan yenidən qurma işlərində hasar, ortada mövcud olan hasar aradan qaldırılıb və gördüyünüz kimi bu ərazidə 44 günlük Vətən müharibəsinə əldə edilən zəfərə aparan yolu simvolizə edən bir yol artıq burada öz əksini tapıb və bu yolun da sonunda 44 günlük Vətən müharibəsini simvolizə etdirən 44 metrlik abidə, monumental abidə ucaldılıb. Bundan başqa Vətən müharibəsi dövründə günbəgün baş verən hadisələri, verilən məlumatları öz üzərində əks etdirən 44 ədəd lövhə ucaldılıb ki, bu lövhələr üzərində sentyabr ayının 27-sindən Vətən müharibəsinin sonuna qədər, yəni zəfər gününə qədər baş verən hadisələr də öz əksini tapıb. Anar müəllim, biz hazırda hərəkət edirik və bu yol az öncə də vurguladığınız kimi simvolik olaraq zəfər yolunu xatırladır və biz burada 44 gün ərzində müharibənin ilk günlərində hansı hadisələr baş veribsə, o hadisələri əks etdirən lövhələri də şahid oluruq, görürük. Bu ümumilikdə unikal bir düşünürəm ki, tərtibatdır. Bunun burada olmağı olduqca vacibdir və biz nəzərə alsaq ki, 44 gün ərzində Azərbaycan ordusu düşmənə kapitulyasiya aktına məcbur elədi və 30 illik bir işğala son qoydu və biz bundan bugün qürur duyuruq və burada da yaradılan bu şəraiti, bu abadlığı gördükcə sözün bütün mənalarını insan qürur hissi keçirdir. Həqiqətən də Ali Baş Komandanımızın göstərişi ilə Müdafiə Nazirliyinin, Yasamal rayonu icra hakimiyyətinin və Bakı Abadlıq Xidməti ilə qarşılıqlı əlaqədə həyata keçirilən kompleks yenidən qurma tədbirləri nəticəsində bu ərazi, bu müqəddəs ərazi artıq xalqımızın milli mənəvi dəyərlərini, eləcə də əziz şəhidlərimizin xatirəsinin rəmzinə çevrilib. Bu ərazilərdə gördüyünüz lövhədə Vətən müharibəsi dövründə hər gün baş verən hadisələr, eləcə də bundan əlavə olaraq
Ermənistan tərəfindən törədilən cinayətlər və o cinayətlərin qurbanları, mülki şəxslər barədə məlumatlar verilir. Təşəkkür edirəm sizə ətraflı informasiya üçün Anar müəllim. Hörmətli tamaşaçılar, qeyd edeyim ki, bizimlə birbaşa bağlantıda Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov idi və o bizə ikinci Fəxri Xiyaban, eləcə də ikinci Şəhidlər Xiyabanı kimi adlandırılan bu ərazidə görülən bərpa quruculuq işləri ilə bağlı da ən son məlumatları təqdim elədi. Belə bizim bu saata çatdıracaqlarımız bu qədər. Buyurun, söz sizdədir.